Hadisdə var, "Əd-dünya siclul mümin." Dünya müminin cəhənnəmidir. Yəni dünyaya o qədər məhəbbət bağlamayın ki, bais olsun axirəti yaddan çıxardasınız. Bəzi insanlar o qədər dünyaya məhəbbət bağlayıblar, o qədər dünyalarını abad eləməkdən ötürü çalışırlar, hətta axirət yaddan çıxıb. Axirətdə Allah möminləri gözəl nemətlərlə müjdəliyib. Bizim bir tanışımız xaricdən bizə zəng eləyib deyəndə ki, gözəl iş var, gəl işdə təhqiq eləmədən hazırlaşırıq ki, səfər eləyə işləmək üçün, dünya malı əldə eləməkdən ötürü. Amma Allah Qur'anın 124 min peyğəmbərin, məsumların vasitəsilə bizlərə axirəti xatırladır, axirətdə əbədi nemətlərlə müjdəliyir. Ən azından bunlar barəsində təhqiq eləmirik, inanmırıq. Amma dünya malına çatanda hətta bir nəfərin belə sözünə inanıb ona tərəf gedirik. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm ən gözəl nümunədir. Hədislərdə çoxlu nümunələr qeyd olunub. Amma Peyğəmbər salavatullahə yetişəndə buyurur, "Vusqatul həsənə." Ən gözəl nümunədir Peyğəmbər. Bəşəriyyət üçün ən gözəl nümunədir. İbn Məsud böyük alimlərdən və mühəddislərdən biridir. Həm də Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin səhabələrindən idi. Bir gün Peyğəmbərin yataq otağına varid oldu. Resulullah həsirin üstündə yatmışdı. Resulullah yuxudan durdu. İbn Məsud gördü, həsirin çöplərinin izi Resulullah'ın qollarında və bədənində qalıb. Bunu görən kimi dedi, "Ya Resulallah, səlahdırsa sizin yataq otağınız üçün rahat əşyalar təşkil edin." Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurdu, İbn Məsud, "Bu dünyanın rahat əşyaları mənim üçün mühüm deyil. Niyə? Çünki mən bu dünyada bir musafirə bənzəyirəm ki, bir ağacın kölgəsində biraz istirahət etdikdən sonra öz məqsədinə tərəf hərəkət edir. Biz məqsədimizi tanımalıyıq. Bu dünyaya gəlməkdə bizim məqsədimiz var. Əbədi həyatımızı qurmalıyıq bu dünyada. Ad-dünya məzra'atul axirə. Dünya axirətə keçmək üçün bir körpüdür, vəsilədir dünya. Vəsilədir ki, insan axirəti əbədi dünyaya yetişər. Bura mənim əsli evim deyil İbn Məsud ki, onun üçün, onun abadlığı üçün çalışam. Axirətdir mənim əsli evim və əbədi evim. Peyğəmbər gözəl nümunədir. Biz Peyğəmbərdən nümunə götürməliyik. Amma dünyaya məhəbbət bəsləmək bais olur ki, insan axirəti yaddan çıxarsın və bu məhəbbət fəsadlar törədir. Buyurur, "Hubbud dünya yufsidul aqla və yusimmul qalbə an sama'il hikmeti və yucibul aliməl iqab." Buyurur, dünyaya məhəbbət bağlamaq əqli fasid eləyər, əqli aradan aparar. Qəlbi hikmətləri eşitməkdən qoruyar. Bais olar qəlb hikmətlərdən uzaq olsun. Və nəhayətdə, yəni qiyamətdə dərd verici əzaba duçar eləyir hubbi dünya.
dünyanın məhəbbəti. Ali aleyhissalam buyurur: "Rad'un nefsi an zakharifid dunya semeratul aql." Dünyadan uzaqlaşmaq, dünya malından uzaqlaşmaq əqlin meyvəsidir. Bahis olar ki, əql inkişaf eləsin. İnsan peyğəmbərə layiq bu dünyada yaşasın. Ona görə əbədi saadətə çatmaqdan ötürü, biz əbədi evimizi abadlaşdırmaqdan ötürü bu dünyanı vəsilə qərar verməliyik. Bizim dinimiz dünyamızla heç bir münafatı yoxdur. O dünya ilə ki, o dünyanı vəsilə qərar verəsən ki, səni ahirətə yetirsin. Əbədi evi abad eləyəsən dünyanın vasitəsilə. Və bunun üçün də Peyğəmbər ən gözəl nümunədir. Peyğəmbərin bu dünyada yaşayışından ulğu götürməliyik, nümunə götürməliyik ki, əbədi evimizi abad eləyək.